Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala men la nebiye ba'de. Selamun aleyküm ve rahmetullahi ve berekatuhu. Demek ki bugünkü dersimiz inşallah geçen ders götürmüştük. Şeyh İbn Baz Rahimahullah'ın hayat hakkında. Çünkü kitap Şeyh İbn Baz Rahimahullah'ın kitabıdır. Ed-Durusul Muhimme li ammetul ümme. Ümmetin hamısı için faydalı dersler kitabıdır. Şerh eləyəndə şeyhimiz Şeyh Arafat Muhammed idi. Biz birinci dersimizi götürmüştük Şeyh İbn Baz'ın kısa hayatı, elm öyrənməyi ve onun genç yaşlarında gözlerinin tutulması ve buna bakmayarak elimde həris olması, təxminən 18-19 bu yaşlarında gözü tutulub ve ondan sonraki hayatında elmi öyrədib Səudiyyə Ərəbistanının baş müftisi olubdu. Bunlar hamısı o gözü görməyəcən olub. Ve dedik genç yaşlarında atasını itiribdi, yetim olarak böyüyüb ve anası onu tərbiyə edib. Necə ki, çoxlu İslam alimlərinin olduğu kimi. İmam Əhməd də, Şafi də, Məlik də, əksəriyyətin tərbiyəçisi kim olubdu? Anası olubdu. Ve bu ilə götürür Ed-Dərsül Əvvəlu, birinci dərs. Birinci dərsində də Suratul Fatiha və Qısar-ı Suvar. Fatiha surəsi və qısa surələr. Şeyh İbn Baz kitabı başlayıbdı, bölmə götürüb, gələcək indi qarşıda namazın şərtləri, vacibləri, rükunları, la ilahe illallah şərtləri və birinci götürüb nədən? Fatiha surəsi və qısa surələr. Qale müəllif rahimehullah teala, müəllif yani İbn Baz Allah ona rəhmət etsin buyurur ki, Ed-Dərsül Əvvəlu, birinci dərs Suratul Fatiha və Qısar-ı Suvar. Fatiha surəsi və qısa surələr. Suratul Fatiha və mə əmkən min Qısar-ı Suvar. Min Suratul Zəlzələ ilə Suratin Nas. Burada nəyə toxunur? Şeyh rahimehullah buyurur ki, Fatiha surəsi və Zəlzələdən nəsə qədər qısa olan surələr. Bunları nə etmək lazımdır? Təlqi ilə doğru şəkildə öyrənmək lazımdır. Doğru şəkildə qiraətini öyrənmək lazımdır. Əzbərləmək lazımdır. Nə ilə bərabər? Şərhinlə bərabər. Şərh eləyən şeyhimiz buyurur ki, Aləl muslim ən yətəəlləm hədiyil umur. Müsəlmana vacib bu məsələləri öyrənmək üçün. Kitabın adı nədir? Durusul Muhimmə li ammətul ümmə. Ümmətin hamısı üçün, bütünü üçün mühüm dərslər. Yəni müəyyən kəsimi üçün deyil. Hədisçilər üçün, mühəddislər üçün, tarixçilər üçün deyil. Fəqihlər üçün, ümmətin hamısı üçün, genel ümmət üçün. Ona görə ki, bu məsələləri öyrənmək vacibdir. Yebtədu bidrasə Suratul Fatiha ləti hiyə ə'zamu suvarı fil Qur'an. Nədən başlamalıdır? Quranda ən əzəmətli surə olan Fatiha surəsi. Quranda ən əzəmətli surə olan Fatiha surəsində. Və hiyə ruknun min ərkanis salə alə sahih. Şeyh buyurur ki, səhih olan, doğru olan görüşə görə, alimlərin doğru olan görüşüne göre Fatiha suresi namazın rükunlarından bir rükundu. Aynı. Yani biz de bildik ki rükun tersi olanda rüket yoktu. Namaz yoktu. فَلَا تَسِحُ الصَّلَاتُ وُصَلِّ اِلَّا بِهَا. Namaz kılanın Fatiha'sı namazı sahih değil. فَيَحْفَظْهَا. Müslüman neyin emelde onu ezberlemelidir, öğrenmelidir ve doğru şekilde müellime okumalıdır. Bu gündəlik insanların düşdüyü problemlərdən daha. Mesela öz başına gedir hərfləri qoyur qabağına, öyrənir, oxuyur, sonra surə əzbərləyir, sonra da o əzbərlədiyi səhv surələri, ki sonra səhv əzbərləyib, sonra oxu düzəltmək çox çətin olur. Aydındır. Yəni ona görə əksər alimlər deyir ki, əslən qiraət ağızdan götürülən bir şeydir. Yəni öyrədilən də deyil, yəni ağızdan götürürsən. Hətta dəlil nəyə gətirilər? Cəbrail aleyhissalam oxuyurdu və Ümmə sallallahu aleyhi ve sellem təkrar edirdi. Və diqqətlə ona təlqin edirdi ona. La tuhərrik bihi lisanəkə li tə'cələ bih. Dilini tez-tez tərbətmə ondan. Qiyamət surəsinin ayəti. O oxuyurdu və təkrar edirdi. O oxuyurdu və təkrar edirdi. Onun ki, əslində qiraət müəllimin ağzından öyrənilir. Aydındır. Hə, yəni sən əlifba kitabından deyək ki, öyrənirsən hərfləri və s. Amma onun qiraətə tətbiqatı və s. Adan götürülür, ağızdan götürülür. Aydın, avaz götürə bilərsən. Hər hansısa bir qariyə qulaq asarsan, Məkkə imamlarına, Mədinə imamlarına. Aydın, qulaq asıb götürə bilərsən, avaz ondan. Amma qiraət, gələk neyiniyəsən? Görəsən onu, ağızdan götürürsən. Ona gidiyor ki, doğru şəkildə bunu neyinəmək lazım? Qiraətini öyrənmək lazım. Yəni, bu surə necə oxunur? Lazım da bu günlər, nə qədər xəta edilənlər var Fatiha surəsində. Aydındır, çünki Fatiha surəsində elə məqamlar var ki, ayənin mənası dəyişir və namazı batıl edir. Məsələn, sıratəl-ləzîne ən'amtə aleyhim. Mənası nədir? Allah'a desən ki, Allah'ım sənin nimət verdiyin kəslərin yoluna. Orada ən'amtəni, ən'amtu desən,
Onda olur, mən neymət verdim kəstənin yoluna. Aydındır. Onun gibi Fatiha sözü bəzi məqamlar var. Elə məqamlar var ki, pozur. İndi bəzi məqamlar var ki, o da uzatmadır, təcviddir və s. İndi o xətalarda namazı xələl gəlməz. Amma bəzi məsələlər var ki, orada ən'amtə, yəni ən'amtu desəm, subhanallah, bir dənə hərəkət. Ən'amtə sənin nimət verdiyin. Ən'amtu olacaq mənim nimət verdiyim. Aydındır. Ona görə deyir ki, doğru şəkildə öyrənməlidir. Həzor və mə'nə kəlimət və ləhu kənə mə'nə icmaliyyə. Hətta qısa şəkildə olsa belə kəlmələrin mənasını öyrənməlidir. Yəni bu surədə nədən danışılır? Heç olmasa doğru deyim, mənaca dilimizə tərcüməsini. Və tərcüməsini, mənaca tərcüməsini. En azından namaza duranda mənaca tərcüməsini beynindən keçirəsən. Aydındır. Elhamdülillah, hamd olsun alimlər, Ar-Rahmanir-Rahim. Yəni imam oxuyanda ki, əgər o görüşdəsən ki, orada toxunacaq, sən özün oxumursan, imamı dinləyirsən, onda bunu keçirəsən. Amma o görüşdəsən ki, gələcək o, imam oxuyanda sən mütləq oxumasan vacibdir. Onda sən mütləq təkrar edirsən, imam oxuyur, sən də oxuyursan. Suratul Fatiha. Yani bu Fatiha suresidir. فيقول له مثلا سورة الفاتحة سميت بالفاتحة لأن افتتح بها القرآن العظيم. Fatiha suresi adlanıp ona göre ki Kur'an-ı Kerim'i açan suredir. Ve biha tuftahul kıraatı fis salah. Hem namazda da ne açırsan namazı Fatiha suresinin. İstiftah duasına ama istiftah duası için göçmüş sünnet. Ve leha esma'l idde. Fatiha suresinin çok manası var. Ve adları da müxtəlifdir. Adları müxtəlifdir. Adlarından mesela Ummul Kitab, kitabın anası. Vurgulamışıq. Kitabın anası deyəndə nə qəsd olur? Yəni kitabdakı, aleykümselam, kitabdakı mənalar hara qayıdır? Ona qayıdır. Və ya kitabın, Quran-ı Kərimin əksər mənalarını özündən neyinibdir? Cəm edir. Ummul Kitab. Başqa adı Əl-Həmd, Həmd surəsi. Başqa adı Səb' və Thaniyə. Tekrarlanan 7 ayə. Başqa adı Əl-Kafiyə. Kifayət edən və hiyə səb'ül ayəti bilə xilaf. O, ixtilaf olmadan, neçə ayədir? Alimlər deyirlər ki, o 7 ayədir və bunda ixtilaf yoxdur. Və burada haşiyədə o hədisi zikr edir ki, Fatiha surəsi Quranda ən əzəmətli suradır. Yəni hədis İmam Buxarinin səhihində gəlir. Əbi Səid Əl-Muallədən radiyallahu anhu buyurur ki, kuntu usalli fil məscid. Məsciddə namaz qılırdım. Fədəani Rasulullah sallallahu aleyhi və səlləm. Peyğəmbər sallallahu aleyhi və səlləm məni səslədi, çağırdı. Fələm əcibhu. Və mən də ona icabət eləmədim. Namazımı davam elədim yəni. Fəqultu ya Rasulallah. Dedim ey Allah'ın Peyğəmbəri. İnni kuntu usalli. Mən namaz qılırdım. Fəqalən Nəbi sallallahu aleyhi və səlləm. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, ələm yəqulillahu teala. Məcər uca Allah buyurmurmu ki, İstəcibu lillahi və li-rasul izə dəakum limə yuhyikum. Allah və Resulü sizi həyat verəcək şeylərə çağıranda Allah və Resulün çağrısına cavab verin. Allahu akbar. Enfal suresinin ayədi. Ya eyyuhellezine amenu ey iman gətirən. İstəcibu lillahi və li-rasul izə dəakum limə yuhyikum. Görsən, şəriət nəyə çağırır? Həyat verəcək şeylərə. O həqiqi həyata çağırır. Allah və Resulü bizi nəyə çağırır? Həqiqi, xoşbəxt, səadətə çağırır. Görsən, həyat verəcək şeylərə çağıranda sizi. Eşitməmişsən bu ayəni. Və sonra Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, "Uallimuke." Səni öyrədəcəyəm. Sura hiyə a'zamu suratul fil Qur'an. Sənə Quranda ən əzəmətli olan surəni öyrədəcəyəm. Thumma akhadha bi yedi. Sonra məni əlimdən tutdu. Fələmmə arada ən yaxruc. Məsciddən çıxmaq istəyəndə dedim ki, ya Resulullah, məcə demədinizmi ki, sənə ən əzəmətli surəni öyrədəcəyəm. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu ki, Elhamdülillahi Rabbil alemin. Həmd olsun alemlər Rabbuna Allah. Hiyə səb'ül məthani. O təkrarlanan 7 ayədir. Və Qur'anəl aziməlləzi utid. O və mənə verilən əzəmətli Qur'andır. 7 təkrarlanan ayə və əzəmətli Qur'an. Fatiha surəsidir. Sonra isə şeyx devam edib buyurur ki, Bismillahirrahmanirrahim. Yəni, təbii ki, yəni, bu qısa mənasıdır. Yoxsa Bismillahirrahmanirrahim üstündə dayanmaq, bir Bismillah, bir nədir, Allah, Ər-Rahman, Ər-Rahim. Bunun uzun dərslər lazımdır.
Bu da şey kısa okunur. Bismillahirrahmanirrahim. İftide sure bil besmele. Allah subhanahu teala bu sure neyle açır? Besmele'nin açır. Hatta nubdi ve nestefti a'malina ve kvalna biha. Hatta biz de sözümüzü ve emellerimizi ondan başlayalım. Çünkü bu nedir? Ta'limdir. Bismillah sözündeki, burada şekil edilemir, burada haşiye çıkabiliriz. Bismillah sözündeki bi var ya, o bi. Bismillah. Allah'ın adıyla. Biz tercüme ne değiliz? Allah'ın adıyla. Oradaki la bi. Allah'tan kömek istemek manasındadır. Bismillah Allah'ın adı, yani Allah'ın adından kömek isteyerek. Aydındır. O da artık senin eleceğin emele göre değişir. Mesela yerinde Bismillah değilsense Allah'ın adına yiyirsen. Bismillah agra. Yani o artık ondan sonra gelen fiil nedirse, iş nedirse. Ona göre mana taşır. Yani Allah'ın adıyla okuyuram, Allah'ın adıyla ezberleyirəm, Allah'ın adıyla yiyirəm. Yani Allah'ın adından kömək istəyərək. Ona göre bunu her hansı başkasına məxluq olsa şirk olacaq. Fikir verdiniz indi mənaya. Ona göre Allah'tan geyrisinin adına kesilen şey yeyilmir. Aydındır. Sol vermiş ki niye Bismillah deyəndə yeyilmiş? Yani Bismillah deyilmirsə eğer, başkasının adı mesela bir fankasın adıyla. Çünkü emel nedir? Şirk olmuş olur. Onun için Allah'ın adına kesilen hayvanlar yiyin diye. Aydındır. Bu da önemli faydadır. Orada kömək mənasındadır. Sonra buyuruyor ki Ar-Rahman Rahim. Merhametli ve rahimli. Huma ismen müştekkan min rahme. Yani o ikiden adı neden götürülür? Rahmetten götürülür. Ve hem adı hem de vesfti. Rahman, Rahim'den daha güçlü mübalağayı dalat edir. Rahman daha güçlü mübalağadır. Onu göre deyir ki Rahman bütün kullarına şamildir. Bütün kullarına şamildir dünyada. Aydındır Er-Rahman. Ona göre İbn-i Qeym Rahmanullah deyir ki çok önemli faydadır. Fikir verin, Allah subhanahu ta'ala erşe istivasını bile Er-Rahman adından deyir. Er-Rahimu alel arş isteva demir. Yani Er-Rahmanu alel arş isteva. Çünkü o erşe istivayla bütün kullarına şamil olan merhametiyle. Çok önemli faydadır. Hatta eline dedi ki bunu başka kitaplarda tapamazsınız yani. Yani Allah subhanahu ta'ala bazı insanlara öyle bir şey fehim verip ki, öyle bir derraçı verip ki, onlar bazı insanların görmediklerini gördüler o Allah'ın verdiği o fehimden derracını. Farklarından biri Rahman Rahim. İkisi de aynı köktendi. Sadece olarak Rahman'da harf daha çoktur. Arap dilinde de kayda var. Ziyadetul mebne tedullu ala ziyadetil ma'na. Harfin çokluğu mananın genişliğine dalat ediyor. Rahman'da ra, ha, mim çıksak ne kalacak? Elifle nun. Rahman, elifle nun kalacak. Rahim'de kalacak ya. Bunda 2 tane oldu. Onda ise 1 tane oldu. Rahman daha geniş manadadır. Er-Rahman. Özü değil Rahman Arap dilinde vezindedir. Fe'len. Fe'len vezinde olan sözler mübalağa dalet edilir. Mesela ise ene ca'i, ben acam. Ama desem cev'an daha çok açmış demektir. Gadban, gadib gazaplı demektir. Gadban daha çok gazaplenen demek. Adındır. Rahman da o babdandı. Geniş dokunmuyor tabii ki, yani üzerine çok dayanma var. Ve bu şeyh buyurur ki Er-Rahim zur-Rahme lil-mu'minine yevmel kıyame. Rahim de nedir? Kıyamet günü müminlere nedir? Has olan bir rahmettir. Ala hâze ekserul ulema. Ekser alimler de bu sözün üzerindedirler. Adındır. Alimler diyor ki bu ne değil? Bu bazı insanları büyünler red. Elemediler günah yoktur. Hatta küfür vesaire ne değiller? Allah bağışlayandır. Allah hamı bağışlamayacak ki. Ve kâne lil mu'minîne rahîmâ. Müminlere karşı rahimdir. Hamı bağışlayacak, onda cehennem niye göre doğacak be? Aydındır. Bu gün bazı insanları şeytan neyle oladır? Allah rahmetinden. Aleykümselam. Sonra şeyh buyuruyor ki وَلِلَّهِ عَزَّ وَجَلْ اَسْمَا يَتَسَمَّ بِهَا. Allah'ın adları var. Ondan adlandırır özünü. Resulü kitabında. Sıfat yettasifu biha hiye teliku bi kemalihi ve azametihi ve celalihi. O adlar da her adın içinde kamil bir sıfat var. El-alim bilendir. Düzdür mü? Yani tercümede.
Nə sifəti var? Elm sifəti var. Əl-basir, görəndir, basır, görmə sifəti var. Əs-semi, eşidəndir, eşitmə sifəti var. Hər bir ad özü bir sifətə dəlalət edir. Amma hər sifət ada dəlalət eləmir. Aydındır? Allahın gülmək sifəti var, amma gülən adı deyənmərik. Bu arada əlimizdə bir dəlil yoxdur. Ona görə hər bir ad nəyə dəlalət edir? Bir sifətə. Amma deyənmərik ki, hər sifət bir ada dəlalət edir. Nə özü barəsində deyib onu deyirik, nə də özü barəsində susuq da o barədə susuq. Necə ki, bizdən öncəkilər də bu cür oldular. Məsələn, Allahın iki gözü var, bəli, sünnədə deyəm ki, Allah subhanallah iki gözü var. Deyir, Allahın iki gözü var. Məsələn, soruşsa biri ki, hər şey, məsələn, Allahın burnu var, demirik, yox ya da var. Bu barədə bir şey bilmirik. Susuruq. Yox demək də problemdir. Hadi var demək də problemdir. Varsa dəlil lazımdır. Yoxsa da inkar lazım dəlil. Ona görə susuruq. Harada şəriət susub, orada susuruq. Eşidir, qulağı var, susuruq. Aydındır. Amma gözü var, bəli gözü var. Çünki dəlil var buna. Ona görə Əvzai Rahimə olan sözü düsturudur. Deyir ki, kul mə qalu. Səndən əvvəlki əhlüsün alimləri nə deyiblər onu denir. Uskut ammə səkatu an. Nə haqqında da susuflar, onda sus. Səndən əvvəlki danışmıyorlar, qardaş sən də danışma. Onları xoşbəxt edilən, səni də xoşbəxt ediləcək. Aydındır. Sonra şeyh buyurur ki, Elhamdülillahi Rabbil alemin. Həmd olsun alimlərə, bunu Allah'a. Bu, Allah subhanətə Allah'ın özü-özünü tərifləməsidir. Neydi? Özü-özünü tərifləməsidir. Subhanallah. Onun Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Allah'tan daha çok tarifi biri seven biri yoktur. Ona göre de öz-özünü tarifleyip. Diyor, Elhamdülillahi Rabbil alemin. Elhamdülillahillezi enzele ala abdi kitabı ve lem yec'al lehu iveca. Elhamdülillahillezi fatiris semavati vel ard. Öz-özünü tarifleyip. Subhanallah. Fi zimnihi emrun ibadeti en yusna aleyhi. Ve bunun minvalında da kullarının emrediği onu tariflesinler. Fe nehmeduhu ala ni'amihi zahire vel batine. Şeyh Hafizullah deyir ki, biz de onun zahiri ve batini bütün nimetlerine göre hamd edirik. Velhamdu e'ammu mineşşükri. Hamd şükürden daha ümumidir. Felhamdu yekun alen ni'am ve gayriha bil lisan vel kalb. Çünkü hamd ne olur? Yekun alen ni'am ve gayriha. Hem nimetin karşılığında olur, hem de nimet verilmeden olur. Bil lisan vel kalb. Dille ve kalple. وَلِهَذَا نَقُولِ اِنْدَ الْمُصِيبَةِ Ona göre de musibette ne değil? Elhamdülillah. Demiri eşşakrü lillah. Görsen faydanı. Değil, elhamdülillah değil musibet anı. Demiri eşşakrü lillah. Aydın çünkü hem nimette verdiğilir hem de nimet olmuyor. Ama şükür nimetin karşılığında olur. Ver. Sonra bir Rabbül Alemin. Rabb ismi min esmaihi. Allah'ın adlarının bir adı. Allah subhanahu teala ondan adlandırır ve başkası bundan adlandırılmaz. Ve huve murabbi cemile alemine bin ni'am. O nimetleriyle bütün alemlerin neydi? Besleyicisidir. Ve sarf anhu sunufun nikam. Ve onlardan yani kullarından çeşitli neyleri, belaları onlardan defeleyendir. Fema bina min ni'metin feminhu subhanahu ve teala. Bize verilen bütün nimetler ondandır. Er-Rabbu vel Malik, el-Halik, الرزاق الناصر الهادي والمنفرد بالخلق والتدبير والنعم وعامة دعاة المسألة واستعانة مشروعات باسم الرب. Ona göre burada buyurur ki Rab nedir? Malik. Hükümdar, Halik, yaradan, ruzi veren, çömeyleyen, doğru yolu elden tek, Halik, işleri tek idare eleyen ve cüzün fikir verir. İnsan ne isteyende de ondan istiyor. Ya Rabbena, Rabbena, Rabbi. Fikir verir peygamberlerin dualarını Kur'an-ı Kerim'de. Rabbena, Rabbi, Rabbena etine fid dünya sana. Rabbi cealni muggimes salah. Hadi İbrahim Aleyhisselam dost başka peygamberlerin duası. Sonra şey buyuruyor işte tabii ki kısa kısa okunur. Malik yevmiddin, din gününün sahibi. İnneme uzife ila yevmiddin liennehu la yeddai ahaden hunalike şey'a. Din gününün sahibi. O bütün günlerin sahibidir. Niye burada məhz din gününün sahibi değil? Çünkü hemin gün nəsə iddiasında olan hiç kim olmayacak. Limenil mulkul yevm. Bugün mülk kime məxsusdur? Kim var ki
Desin ki mənimdir. Allahu akbar. Sonra Allah söz dedi, lillahil vahidil qahhar. Tək olan her şey qalibin Allah'ındır. Hanı mülk iddiasında olanlar? Hanı? Yoktur. Ki olan canını alacaq. Sonra ilmən mülkül yok. Bu mülk kimə məxsusdur? Ona gidip Maliki yevmiddin. Ve qiraətdə də fərqlidir. Maliki yevmiddin, Maliki yevmiddin. Yəni məddən sonra uzatma, məddə olmadan da səhihdir. Ona göre hasta imam görsə ki oxuyur Maliki yevmiddin, sevap olmur. Yani Maliki de doğrudur. Diğer qiraətə göre Maliki yevmiddin de doğrudur inşallah. Kısa olarak sonra şeyh gətirir ki, o gün elə bir gündür ki, la yetəkəlləm əhədən illə bi iznihi. Onun izni olmadan hiç kim danışamayacaq. Onun izni olmadan hiç kim danışamayacaq. Aydındır. Yevme yekumur ruhu vel melaiketu saffe. O gün ruh, Cebrail ve melekler sef olacak. Buna fayda olan ne deyirlər? Deyirlər ki, ümumiden evvel hususi. Yevme yekumur ruh. Ruh o gün kalkacak, yani gelecek. Ruh dedik Cebrail gəlsin onu. Vel melaike. Melekler zaten Cebrail de melekti. Ama onu görsen evvelde. Buna deyirlər ümumiden evvel hususi. Bazen ümumiden sonra hususi olur. Mesela Kadir suresinde. Tenezzelül melaiket ve ruh. Tenezzelül melaike ve ruh. Melekler ve ruh Cebrail. Ona deyirlər ümumiden sonra hususi. La yetekellemune illa men ezine lehurrahman. Rahman icazı verilmese hiçbir danışamayacaq. Ve kâle sevabe. Ancaq ne diyecekler? Doğruları. Ve kâle teâlâ Uca Allah başka yerde buyuruyor ki o haşiyetul esvatu lirrahman fe la tesma'u illa hamsa. O gün sesler tutulacak Rahman karşısında. Sen onlardan hiçbir henirtirasını hissedemeyeceksin. Ve kâle yevme yehti la tetekellem nefsun illa bi iznihi. O gün elə bir gündür ki onun izni olmadan danışamayacaklar. Fe minhum şaqi ve sa'id. Onlardan bəziləri bədbəxt olacaq, bəziləri ise xoşbəxtlərdən olacaq. Eləcə də adlar. Şimdi kezalik min esmaihi el-melik, el-malik, el-melik ve zul sultanul kamil. Bunlar hamısı malik, melik, bunlar hamısı kamil sultanlığa dəlalət edir. Ellezî biyedihi melekutus semavati vel ard. O Allah ki yerin göğün mülkü hamısı onun elindədir. Ellezî yekunu maliken lil umur kulluha yevmil kıyame. O Allah ki kıyamet günü bütün işler onun elinde olacak. Ve la yunaza ahadan, hiç kim buna karşı çıkamayacak. Ve la tasarrafu bi halqi maliki keyfe yeşâ'a bila mumani'atin ve la mudafi'a. Yani o kullarla istediği şekilde davranacak. Bütün hamısı ona neler olacaklar? Fakirler olacaklar. Mühtaçlar. Namazda oku değil mi ya? Ya eyyühennâs entumul fukarâ ilallah. Ey insanlar, hamınız Allah'a mühtaçlarsınız. Her manada. Mühtaçlığınızın en birincisi nedir? Yaratılışınız. Yaratılışınız bile ona mühtaçtır. Çünkü siz o yaratmasaydınız siz var olamazdınız. Onun için insanların zengin veya da kasıb olmağı birbirine nispettedir. Ona nispetten mi kasıbdır? Aydındır. Seninle onun arasında ona nispette entumul fukara ilallah. Vallahu huvel ganiyyü hamid. İn yeşe yuzhibukum ve ye'ti bi halqin cedid. İstese sizi mehveli yerinize başkasından getirir. Aydındır. Onu görüyorsun ne diyor? Diyor ki o bütün kulların işlerini idare eden. Mudebbir. Onu göre diyecek ki Kale Subhane beyat dediğimiz ayeti bu Gafir Suresi 16. ayet limenil mulkul yevm. Bugün mülk kime mahsusdu? Lillahil vahidil kahhar. Tek olan her şey galibuna Allah'a. Ve bütün mülk hamısı ona mahsus olduğu herkese beyan olacak. Yani hiçbir şey iddia edemeyecekler. Hum aleyhi furat kema huliku evvele merra. Gelecekler onun huzuruna ne ter yaratılanda, ilk yaratışta hiç neler yok idi. Yine döneceği hiç neler yok idi. Yaratılanda neyse var idi, körpeydi. Hiç ne yok. Kaydalacaksan yine hiç ne yoktu. İyyâke na'budu ey İyyâke na'budu yalnız sana ibadet ediyor. Ey nuvahhiduke. Seni tehleştirir. Ve nuti'uke khadi'in ve sana boyun eğilir. Ve ibade Şeyh Hafizahullah Şeyh Arfad buyuruyor ki el ibade ta'atu ma'at tezellül ve hudu. İbadet nedir? Zelillik ve boyun eğmen Allah'a itaat etmektir. Çünkü onun karşısında zelil olmak senin ucalığındır.
Onu görsen ne deyip? Deyip ki Peygamber sallallahu aleyhi ve sellem deyip kulun Rabbine en yakın olan yer üstünde yürüdüsün, boş yürüdüsün. Aşağıdasın. Ona göre değiller ki alimler secdede çok kalın. Çünkü orası senin izzet yerindi. Ve Rabbine en yakın olan yerdi. En yakın olan yer gezdiğin vakti değil, harası giriş vaktin değil, çıkış vaktin değil. En yakın olan yer aradı. Secde. Onu ya Rabia radıyallahu anh Peygamber sallallahu aleyhi ve sellem'den isteyende ki kendisi geniş tanışmırıq. Ben cennette seninle beraber olmak istedim. Dedi ki öyleyse çoklu secde edenlerden ol. Neden o? Demedi benden bir yerdesin vesaire. Ona ne tavsiye söyledi? Çoklu secde edenlerden ol. Alimler dili bu da nafile ibadetlerin çoğaltmaya delillerinden değil. Nafile ibadetlerin çoğaltmaya delillerinden. Sonra buyurur ki şeyh, ona göre mesela ram olunmuş yola deyirlər ki, tarik muabbet. Görsən, insanların ayağının altına sərilib. Sən də onun üstündən çıxıb gedirsən, asfalt və s. Ona göre tarik muabbet. Yani zəlil olmuş yol. Yani insanların ayağının altına. O ibadet o sözdəndir. Zəlilliyi Allah karşısında. İtaat ona boyun eğerek. İyyâke nesta'in, yani nesta'inu bike vahdek ya Rab. Yalnız senden kömək istər ya Rab. Ve la na'budu illa iyyak. Yalnız sana ibadet eli vel emru biyedihi. Bütün işler onun elindedir. Vel isti'ane, isti'ane nedir? Ya i'timad alallah. Allah'a ihtimad edilmektir. Ve thika bihi fi celbül menafi ve daf'ul mudar. Ve Allah'a itimat edilmek. İsti'ane nedir? Kömək istemek nedir? Allah'a itimat edilmek ve Allah'a bel bağlamak, xeyirlerin gelmesine ve şerrin uzaklaşmasında. Çünkü xeyirleri getirir ve şerri uzaklaştıran yalnız odur. El-qiyam bi ibadetillahi ve isti'ane huve vesiletin li saadetil ebediyye. Ve Allah subhanahu teala ondan kömək istər ibadet etmək neyin səbəblərindəndir? Ne yaparandı? Ebedi saadete varandı. Ve necat min cemi' şurur. Ve bütün şerlerden uzak olmanın yollandı. Fela sebile illa necat illa bil qiyam bihima. Yani bunlar ikisi olmadan nizat tapan mümkün değil. Sonra biz ihtina sıratel müstakim. Haza dua. Bu duadır. Ned'u bi enne yuvaffikana Allah ila'l hakki ve ila sıratel müstakim. Allah'a dua edilir ki Allah subhanahu bizi müvaffak eylesin. Hak yola ve doğru yola. En yusebbitena ala hatta nelqah. Bizi sabit eylesin ondan görüşene kadar. Hatta nelqah. Ve ecma ehli tefsiri cemiyen. Tefsir ehli değil, şeyh değil ki icma ilhamsı. Ala enne sırat-ı müstakim huve tarikul vadih ellezi la i'ucac fi. Eğri olmayan dümdüz yola değildir. Ve huve sıratul lezine en'amallahu aleyhim. O Allah'ın nimet verdiği keslerin yoldu. Huve tarik. O kimlerin yoldu? Nebiyyine ve sıddıkine ve şühedâi ve salihin. Kimlerin yoldu? Peygamberlerin, sıddıkların, şehitlerin ve salihlerin. Humul lezine en'amallahu aleyhim bil hidayeh ve istikame. O kimseler ki onlara Allah subhanahu teala ne nasip ediyor? Hidayeti ve doğru yolu. Allah buyuruyor ki Nisa suresi 69. ayette وَمَنْ يُطِعِ اللّٰهَ وَرَسُولَهُ فَاُولَٰئِكَ مَعَ الَّذ۪ينَ اَنْعَمَ اللّٰهُ عَلَيْهِمْ مِنَ النَّبِيِّينَ وَالصِّدِّيقِينَ وَالشُّهَدَاءِ وَالصَّالِحِينَ وَحَسُنَ اُولَٰئِكَ رَف۪يقًا. Allah'a ve Resulüne itaat edilen kimseler Allah'ın nimet bahşettiği peygamberlerle, sıddıklarla, şehitlerle ve salihlerle beraber olarlar. Ne güzel dostlardı onlar. Sonra şeyh buyuruyor ki gayril mağdubi aleyhim veleddallin. Mağdub gazap olunmuşlar. Dallin doğru yoldan sapmışlar. Ve hazihi sıfatül muhalifine sırat-ı müstakim. Bu iki sıfat mağdublar gazaba düşer olmuşlar ve doğru yoldan sapmışlar. Neye muhalif olandı? Yok, sırat-ı müstakime muhalif olanlar. Yuhadzirunallah. Allah subhanahu teala bizi çekindiripti. Min suluku tarikihim. Onların yoluna tabi olmaktan bizi çekindiripti. Hum, onlar kimlerdi? El-Yahud, Yahudilerdi. Ellezine gadiballahu aleyhim. O kimseler ki Allah onları gazaplanmıştı. Li'ennehum salakut tarikul batı ma'a ma'rifetihumul hak. Çok mühim meseledir. Niye Allah onlara gazabı düşerlemişti? Onlar hakkı bildikleri halde batıl yol Türk etmişler. Ve bu da şamil olunur bütün insanlara. Elmi olup doğru yol tutmayan bütün insanlara. Ona göre Süfyan İbni Uyeyne'de meşhur ve çektiler alimler. Dedi ki men fesede min ulemâine
Kim alimlerimizden fesada uğrayarsa o Yahudilere benzer. Yani ilimle amel eləməzsə. Men fesede min ubbadina, kim de abidlerimizden fesada uğrayarsa o Nasranilere benzer. Onu her neyse hakkı bilip emellemeyende Allah'tan korkucu kezebe düşer olarsan. Çünkü hakkı bilip emellememek kezebe düşer olmanın sebeplerindendir. Kilisi ki Allah subhanahu Yahudilere kezebe düşer etmiştir. En-Nasara ellezine dallu fe la ya'rifunel hak. Nasraniler doğru yoldan sapmışlar, olan hakkı bilmirler. Avamcasına. İbadet edilme avamcasına. Bu da kime daha ilimsiz ibadet edilme doğru değil. İbadet bilmek lazım. Ve kila ferikayni mezmum. İki tayfada ikisi de gınanlıktır. Vel gadav sıfatı thabite lillahi azze ve celle. Burada şey fayda çıkardı ki gazap Allah'ın sıfatlerindendir. Gazaplenme Allah'ın sıfatlerindendir. Teliğu kemali ve azameti ve celali. Allah subhanahu ta'ala'nın özüne yaraşar, kamilliğine yaraşar şekilde. Ve ehl-i sünne ne demirler? La yukeyyifune ne demirler? Allah'ın sıfatlarına keyfiyet vermirler. Ve la yüşebbihune ona teşbih eləmirlər, benzetmirlər. Ve la yuavvil hazi sıfat ve keza bagısı başka sıfatlar kimi bu sıfatları da demirlər? Batil mənaya yozmurlar. Batil mənaya eləmirlər, yazmırlar. Ve yevmel kıyamet yagdabullah Teala gadben lem yagdab qablehu ve mislehu ve len yagdab ba'dahu mislehu. Allah subhanahu kıyamet çünkü gazaplanacak. Ve öyle gazaplanacak ki ne ondan evvel böyle gazaplanmıştı ne de ondan sonra. Bu da hansı hadisti derslerimizde de aşarıq. Uzun şəfaət hədisi var. Peyğəmbərlərin yanına gəlirlər günahkarlar hər qövmdən. Adəmin yanına gəlirlər və s. uzun hədisdir. Orada deyil, hər peyğəmbər ona deyəndə şəfaət elə bizə deyirlər ki, nəfsim bugün Rəbbiniz elə qəzəblənib ki, bundan əvvəl nə də bundan sonra heç belə qəzəblənməyib. Və deyir ki, və axiril Fatiha dua ve evveluha hamd ve sena. Fatiha'nın ahırı duadır. Evvelisi hamd ve senadır. Ve fi hadis Ebu Hureyre radıyallahu anh Nebi sallallahu aleyhi ve sellem Ebu Hureyre radıyallahu anh Peygamber sallallahu aleyhi ve sellem rivayet edilir ki men salla salaten lem yakul biha bi ummul kitab ve hiye hidac selase gayri tamam. Diyor ki Peygamber sallallahu aleyhi ve sellem rivayet edici Ebu Hureyre kim ki namaz kılar ve kitabın anasını okumazsa o namazı yarım çıktı, tamam değil. Fakile li Ebu Hureyre İnne nekune vara'il imam. Biz imamın arkasında oluruz. Fakal Ebu Hureyre diyor ki İkra'u biha fi nefsike. Özünde oku. Hatta imamın arkasında olsan bile. Ve inni semitu Resulullah sallallahu aleyhi ve sellem yekul. Ve eşittim ki Peygamber sallallahu aleyhi ve sellem buyuruyor ki Kâle Allah Teala kasamtu salati beyni ve beyni abdi nisfeyni. Allah Teala kutsediste ben kulumla öz aramda namazı iki hisseye bölmüşüm. Li abdi ma sa'ala ve kuluma istediği verilecek. Fe iza qala abd kul dediği zaman elhamdülillah rabbil alamin uzalap verecek ki kulum beni hamd eledi. Kul deyəndə Ar-Rahman-Rahim uzalap verecek ki kulum beni təriflədi. Malik yevmuddin deyəndə deyir ki məccədəni abdi kulum beni uca tuttu. Subhanallah. Ve qala marra ve favvada ila abdi yani kulum işlerini bana havalledi. Fe iza qala iyyake na'budu ve iyyake nesta'in deyəndə İyyəkə na'budu və iyyəkə nesta'in hada beyni və beyn abdi. Bu kulumla mənim aramdadır. İbn Hüseyin rahmetullah bu hadis barəsində gözəl fayda deyir. Deyir ki Rəbbin deyir ki özümlə aramda iki hissəyə bölmüşəm Fatihəni. Sənə yaraşar bu şeydə başqa şey fikirləşəsən. Allahın qabağında durmusan. O səninlə öz arasında iki yerə bölüb Fatihəni. Sənin fikrin başqa yerdədir. Heç sənə yaraşar. Deyir, Allah belə misallarda olacaq, insanlar vəzifə sahibi və yaxud da əmirlikdə bir olan və yaxud da hökm sahibinin yanında dayananda belə fikirlərini ora-bura yönləndirmirlər. Və qəzəblənər ki, sən başqa məqula asırsan. Necə olur ki, sən aləmlərin Rəbbinin yanında durmursan? O səninlə qarşı-qarşıyadır və bu namaz Allahla söhbətdir. Fatihə surəsində səninlə öz arasında iki yerə bölür. Sənin fikrin başqa yerdir. La yenbəği. Yaraşma sənə belləməyin. Hiç bu kulumdan öz aramdadır. Ve izâ kâle ihtine sıratal müstakım sıratal lezîne en'amte aleyhim gayril mağdubi aleyhim ve leddâllin ve kâle hâzâ abdi ve li abdi mâ sa'al. Bu kulum üçündü. Kuluma istediği verilecek. Kuluma istediği verilecek. Tabii ki yani burada Şeyh Hafizahullah o görüşdədir ki, onu vurğulayım burada ki, çaşqınlığa düşməyək. Fatihə surəsi istər səsli, istər səssiz.
istər cənazə. Bütün namazlarda səsli oxumaq vacibdir. İmamın arxasında durdun, durmadın. Cənazə namazı və s. mütləq olaraq. Onu görə bu hədisi gətirir ki, Əbu Hüreyrə dedi ki, oxuyun. Təbii ki, bu barədə alimlər arasında ixtilaf var. Yəni, bəzilər deyirlər ki, oxumursan, imamı dinləyirsən. Dəlil gətirirlər. Allah Subhanahu taala Quran-ı Kərimdə buyurur ki: "Və izə quriyəl Qur'an fəstəmi'u lehu." Quran oxunduğu zaman onu dinləyin. Və ansitu ləalləkum turhamun. Susun ki, sələm olsun. Bəzilər deyirlər ki, imam oxusun, qutarsın, sən də oxu. Yaxşıdır ki, oxuyasan, yəni müstəhəbli babından. Bəzi alimlər deyir ki, vacibdir, mütləqdir. Hətta bilsən ki, imam məsafə saxlamır, yəni Fatihədən sonra dərhal başqa surəyə başlayacaq, imamla bərabər oxuyursan. İmamla bərabər oxuyursan. Şeyx də oraya dedi, ona görə bu hədisi bu cür gətirmişdir. Bundan sonra gəlir Zəlzələ surəsinin təfsiri. Burada dayanır inşallah. Düzün Allah bilir. Sallallahu aleyhi və səlləm Muhammed və alə alihi və sahbihi ecmaîn.